Salam, xoş gördük hər birinizi. Yeni bir sual izahına baxacağıq. Çox faydalı bir sualdır. Düşən suallardan biridir. Çox adam bunu çox qarışdırılan bir məsələdir. Məsələ nədir? Düşür ki, məsələn bir söz yazmışam, balıqçılıq. Sözün kökü balıq, balıqdan balıqçı, balıqçıdan balıqçılıq. Yazır ki, sözün quruluşunu dəyişən iki şəkilçi iştirak edir. Bax bizdə bunu bilirik ki, sözün quruluşunu dəyişən ç leksik şəkilçidir, l leksik şəkilçidir. Bu iki şəkilçi işlənib və biz bunu düzgün götürürük. Amma düzgün götürməyəcəyik. Niyə? Niyəsini izahda görəsiniz. Niyəsi ona görədir ki, belə bir şey deyək. Hə, düz deyirsiniz. Ç da leksik şəkilçidir, l da leksik şəkilçidir. Bu sözün quruluşunu dəyişir. Balıq sözünün quruluşunu hansı şəkilçi dəyişib? Balıq sadə bir söz idi. Biz buna ç artırdıq. Oldu nə cür söz? Oldu düzəltmə. İndi buna bir də l artırırıq. L artırırdıq. Nə oldu? Hələ də düzəltmə qaldı. Deməli, sözün quruluşun bu şəkilçilərdən neçəsi dəyişdi? Bir dənəsi. Balığa onsuz da ç artırmışıq biz. Sözün quruluşunu dəyişib eləyib düzəltmə. Deməli, sözün quruluşunu dəyişən şəkilçi bir dənə olur. Yəni, bura biz 15 dənə leksik şəkilçi düzsək də, o sadə sözü, düzəltmə sözü elə birinci leksikimiz onsuz da dəyişib. O sadə sözü düzəltmə sözə birinci leksik şəkilçimiz çevirib. Ondan sonra neçə leksik artırırıq, təzədən düzəltməni sadiyə, mürəkkəbə çevirmir ki, həmin şəkilçi. Deməli, sözün quruluşunu dəyişən bir leksik şəkilçi olur. Buna diqqət yetirsəniz, belə bir sualı itirmiş olmazsınız. Sağ olun, növbəti izahlarda görüşənədək. İzahımız faydalıdırsa, bəyənib, yorum yazıb, paylaşmağı unutmayın. Növbəti dərslərdə görüşərik.